Dost televiziyasının efirində qayğı proqramına başlayırıq və elə adından məlum olduğu kimi vətəndaşlarımızı əhatə edən müxtəlif sosial dəstək və qayğı əsaslı proqramlar barədə biz burada müzakirə aparırıq, məlumat veririk, yenilikləri təqdim edirik, eyni zamanda sizdən gələn hər hansı sual cavablandırırıq, müraciətlərə cavablandırırıq. Bugünün müzakirə mövzusu isə bəlkə də qayğıya ən çox ehtiyacı olan bir yaş qrupu və həmin yaş qrupundan xüsusilə həssas şəxslər barəsində olacaq. Söhbət 18 yaşınadək əyliyi müəyyən edilmiş şəxslərlə bağlı olacaq və həmin şəxslər üçün yaradılan sosial xidmət müəssisələrinə danışacağıq və daha dəqiq olaraq bir saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə danışacağıq və bu müəssisənin fəaliyyəti eyni zamanda burada həyata keçirilən ən müasir yanaşma, sosial xidmət və digər məsələlər barəsində bizim qonağımız həmin müəssisənin direktoru Sevinç xanımdır. Xoş gəlmisiniz. Xoş gördük. Necəsiniz Sevinç xanım? Yaxşı, çox sağ olun. Çox həssas qrupla işləyirsiniz. Ümumiyyətlə uşaqlarla işləmək xüsusi bir fərqlilikdir və hətta bu uşaqlar həssas qrupdan olan uşaqlardırsa, bu artıq 2 qat, 3 qat və daha çox məsuliyyət deməkdir düşünürəm. Bəli. Əgər xidmət etdiyin sahədə sən insan faktoru varsa, sən birbaşa insanların sağlığına, yaşamına xidmət edirsənsə və ələlxüsusda bunlar həssas əhali qrupuna aiddirlərsə, bu çox məsuliyyətli və eyni zamanda da çox çətindir. Sevinç xanım, neçə uşaqla işləyirsiniz hazırda? Bu ilin bu 6 ay ərzində biz 179 nəfər əlilliyi olan uşaqlara xidmət göstərmişik. İndi mən istəyirəm ki, həmin müəssisə barəsində, ümumiyyətlə, yeri gəlmişkən Sosial Xidmətlər Agentliyinin tabeliyində söz gedən xarakterdə 2 müəssisə fəaliyyət göstərir ki, 1 saylı və 2 saylı. Siz hazırda 1 saylı müəssisəni təmsil edirsiniz və bu barədə danışacağıq. Amma ümumilikdə digər müəssisədə də eyni proses həyata keçirilməkdədir. Mən ümumiyyətlə, məsələni bu yöndən istəyirəm ki, biz başlayaq ki, hansı uşaqlar qəbul olunur? Söhbət bütün əlilliyi olan uşaqların müəssisəyə qəbulundan gedir, yoxsa xüsusi nüanslar burada qeydə alınır? Kimlərin övladları bu müəssisəyə cəlb oluna bilər? Biraz istəyirəm ətraflı bu qaydaları da izah eləyəsiniz. Aydındır. Müəssisə əlilliyi olan uşaqlara xidmət göstərir və təhsilə cəlb olunmaya bilən uşaqlara. Təhsilə cəlb oluna bilməyən əlilliyi olan? Bəli. Əgər təhsilə uşağı cəlb eləmək mümkündürsə, bunun üçün evdə təhsil növü var, xüsusi tipli internat məktəbləri var, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri var. O halda tibbi pedaqoji komissiyanın rəyinə əsasən uşaq həmin internat məktəblərinə cəlb olunur. Əgər onun əlilliyi səbəbindən heç bir təhsil növünə cəlb etmək mümkün deyilsə, o halda bizim müəssisəyə, sosial xidmət müəssisəsinə uşaq yerləşdirilir. Burada valideynlərin hansı kateqoriyadan olması, bunun heç bir önəmi yoxdur. Sadəcə uşağın əlilliyi və onun təhsilə cəlb oluna bilməməsi olmasıdır yerləşdirilməsi üçün. Hansı yaş qrupundan yerləşdirilmək? 5 yaşdan 18-ədək. 5 yaşdan. Bəli. Bəs bura qəbul vaxtı, ümumiyyətlə bu prosedur necə həyata keçirilir? Hara müraciət edilməlidir, ya belə deyək, o komissiya harada təşkil olunur? İstəyirəm o xırda detallarda olsa, çox vacib detallardır və ciddi məlumatlardır. Qəbul üçün vətəndaş Sosial Xidmətlər Agentliyinin müxtəlif filiallarına, yaşadığı yer üzrə filiallarına, ərazi üzrə və yaxud da yaxınlıqda dost mərkəzləri varsa, ora müraciət edə bilərlər. Artıq lazım olan sənədlər toplusu olaraq təqdim olunacaq, hansı sənədləri təqdim etməlidirlər və o sənədlərin içində dediyimiz tibbi pedaqoji komissiyanın rəyi var ki, bu komissiyada Təhsil Nazirliyinin nəzdində təyin olunur və istiqamət verilir. Vətəndaşa, uşağı hara müraciət etməlidir, o pedaqoji komissiyaya necə müraciət etməlidir və o rəydə bildirilir ki, artıq bu uşaq təhsilə cəlb oluna bilər, yoxsa bu sosial xidmət müəssisəsinə yerləşdirilməlidir. Deyək ki, təhsilə cəlb olunmayan əlilliyi olan övladı var ailənin. Bəli. Ailə niyə uşağı sizin müəssisəyə gətirməlidir? Niyə evdə özü belə deyək də, himayəsində saxlamalı deyil, niyə müəssisəyə gətirməlidir? Çünki bu uşaqlara 24 saat baxım lazımdır.
24 saat xidmət lazımdır. Onların əksəriyyətinin daim kənar şəxsin köməyinə ehtiyacı var. Və bəzən də ailənin sadəcə buna fiziki gücü çatmır, mənəvi gücü çatmır və bu səbəbdən yerləşdirməyə məcbur olur. Və yerləşdirdikdə də belə bu ailəni məsuliyyətdən bitmiş olması demək deyildir. Yəni yerləşdirilirsə də yenə də övladıdır, yenə valideynidir. Ailə necə mənən məcburdur ki, daim uşağla əlaqədə olsun, bizlə əlaqədə olsun. Hətta bəzən olur ki, heç hələ yerləşdirmədən müəssisə ilə tanışlıq üçün valideynlər bizə müraciət edirlər ki, baxsınlar, bizdəki olan xidmətlərlə maraqlanırlar, müəssisənin vəziyyəti ilə maraqlanırlar. Hələ o halda bizim artıq valideynlərlə, ailə ilə işimiz başlayır. Müəssisədə sosial işçilər çalışırlar və bizim ən birinci araşdırmamız, valideynlə qurduğumuz əlaqə ki, hansı səbəbdən qoyur. Bəzən ola bilir ki, biz valideyni düzgün istiqamətləndirə bilirik və bu fikrindən daşındıra bilirik. Onun vəziyyətinin, sosioloji, psixoloji vəziyyətinin çətinliklərinə baxmayaraq, bu çətinliklər hardan yaranır, bəzən bu valideynlərə bir dəstək göstərərək biz valideyni bu fikirdən daşındıra bilərik. Çünki ən gözəl uşaq evi də, ən gözəl dövlət müəssisəsi də onların heç biri ana qayğısını, ailə sevgisini əvəz eləmir. Biz onları çox sevirik, bu bizim işimizdir, biz daim olaraq xidmət göstərmək bizim borcumuzdur. Ancaq heç bir halda onların əlilliyi də olsa, bəzən çox anlaqsız da olsalar, olduqları məkana, zamana bələdlikləri olmasa belə, yenə də bu duyğular var. Və bizlə ailənin arasında uşaqların özü üçün fərq var. Və əgər hansısa bir uşağı, ola bilər bir müddət bizdə yaşayır, hansısa bir dediyim kimi sosioloji problemlərdən, ailə problemlərindən yaşayır, bir müddətdən sonra ailəyə qayıdır. Və yaxud elə həmin andaca biz hansısa ailəni bu fikirdən daşındıra biliriksə, biz düşünün ki, öz içimizdə nə qədər sevinirik ki, hansısa bir uşağın müəssisələşmənin qarşısını aldıq. Məsələn, bizim müəssisədə 2 gün ərzi mərkəzi xidmət göstərir. Bu ailələrə bu ən böyük dəstəkdir. Yaxın ərazidə olan ailələr gün ərzi mərkəzlərinə yerləşdirdikdə ailə ilə bağlar qırılmır. Müəssisələşmənin qarşısı alınır. Uşaq ailədə olaraq sanki bir bağça kimi gəlir gedir. Səhər 9-dan 5-ə 6-ya valideynin vaxtına uyğun olaraq mərkəz 9-dan 6-ya kimi fəaliyyət göstərir. 9-dan 6-ya kimi, 5-ə kimi valideyn nə zaman götürə bilsə, mərkəzdə olur, sonrasın ailədə olur. Və mərkəz də biz də, bizim mütəxəssislər də ailəyə dəstək olaraq uşağa psixoloji, loqopedik, məişət, hüquqi, bu bütün xidmətləri bunun içərisində uşağa göstəririk. Və bu halından uşaq da çox məmnun olur və biz də bizim müəssisədən də yararlanmış olur. Aydındır. Onda deməli müəssisə yarım stasionar və stasionar xidmət göstərir. 2 formada xidmət göstərir. Əsas məqsədimiz ailə sevgisini onlar böyüsün, ailə mühitində böyüsünlər deyə məhz yarım stasionar şəraitdə onları müəssisəyə düşmədən sosial xidmətlə təmin etməkdir. Yox, əgər bu mümkün olmursa, onda biz stasionar formada müəssisədə olaraq xidmət göstəririk. Bəli, stasionar formada. Bu, əlbəttə, birinci növbədə məsafə baxımından, ərazi baxımından yaxın olmalıdır ki, valideyn onu hər gün gətirib apara bilsin. Bu çox önəmlidir. Əgər uzaq məsafə olarsa, bu 2 müəssisə 1 və 2 saylı əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsi bütün respublika üzrə xidmət göstərir. Yəni, respublikanın hər yerindən qəbul mümkündür. Ona görə ola bilər, təbii ki, hansısa bir uzaq rayonda və yaxud da Bakının hansısa bir uzaq ərazisində yaşayan şəxs bu gün ərzi xidmət mərkəzinə gedib gəlməsi çətinlik yaradır. Ona görə onlara stasionar xidmət daha əlverişli olur. Aydındır. Məsələn, istənilən reabilitasiyaya ehtiyacı olan prosesdə deyirlər ki, nə qədər isti olsa da yaxşıdır. Erkən. Erkən vaxt. Bəli. Burada uşağın daha erkən yaşlarda mı qəbulu daha uyğun görülür, yoxsa ailəsi ilə daha çox vaxt keçirib artıq son həddəmi müəssisəyə gətirilməsi uyğun görülür? Bizdə qəbul 5 yaşdan yuxarıdır. Adətən bu uşaqların əlilliyi artıq uşaq doğulandan ilk inkişaf dövrlərində üzə çıxır. Artıq 1 yaşına yaxın, əgər gözlə görünən fiziki qüsuru yoxdursa,
digər əlilliklər, əqli qüsurlar, əqli geriliklər, inkişafın ləngiməsi, bunlar artıq özünü büruzə verir. Və valideyn hələ bizə düşmədən öncə, yəni biz 5 yaşa qədər artıq bu uşağın inkişafı ilə məşğul olmalıdır. Və bunun üçün də yetəri qədər psixoloji mərkəzlər var, bunun üçün yetəri qədər bugün ölkədə mütəxəssislər var və dövlət qurumlarından danışıram əlbəttə ki, yəni müəssisələrə müraciət etməlidir və uşağın inkişafı ilə məşğul olmalıdır. Məsələn, 14-15 yaşında bəzən olur ki, bu uşaqları illərdə evə qapıyırlar, çətin olur onlarla gəzintilərə getmək, harasa getmək. Artıq 14-15 yaşında gələndə biz o uşağa yararlı ola bilmirik. Biz ona sadəcə məişət xidməti göstərə bilirik, tibbi xidmət göstərə bilirik, digər reabilitasiya xidmətlərində nəticələr ala bilmirik. Amma nə qədər ailə və bizə düşənə qədər, yenə deyirəm, dediyim kimi, ilk dövrlərindən, anladığı dövrdən ki, bu uşaqda geriləmə var, inkişaf ləngiməsi var, o dövrdən o işlə, uşaqla iş başlamalıdır. Burada da o isti-isti. Bəli, bizə, yəni bəli, adətən uşaq bizə müəssisəyə daxil olanda bizim bütün mütəxəssislər uşaqla tanış olurlar. Bizim psixoloq, logoped, mentor, metodist və onlar uşaqla artıq tanış olduqdan, işlədikdə artıq bir gündən sonra onlar anlayırlar ki, bu uşaq bugünə kimi bu uşaqla təlimlər olunub, bugünə kimi bu uşaqla məşğul olunub, onun inkişafı üçün hansısa bir xidmət olunub. Yəni, mütəxəssislər uşaqla işləyəndə artıq bunu uşaqla işdən anlaya bilirlər ki, ona hansısa bu uşağın inkişafı ilə bağlı hansısa bir təlimlərə cəlb olunub, yoxsa yox. Bayağı bir məqam qeyd elədiniz ki, deyək ki, gün ərzi mərkəzinə müraciət etdikləri zaman onlar evlərdən gedib gəlirlər və ailələr onları gətirib aparırlar, onlarla da işləyirsiniz siz. Yaxşı, stasionar artıq xidmət prosesi başladıqdan sonra burada ailələrlə hansı formada iş aparılır və ailələr buna nə dərəcədə həvəsli və məsuliyyətlidirlər? Mən hər dəfə, hər görüşlərdə qeyd edirəm, ailələr müxtəlifdir, insanlar müxtəlifdir və hər kəsin yanaşması və münasibəti müxtəlifdir. Bəzən ola bilir ki, ailə çox məsuliyyətli olsun, bəzən də ola bilir ki, sadəcə biz onu yalnız bizim təkidimiz əsasında o müəssisəni və uşağı ziyarət edir. Amma onunla yanaşı, belə hallarda bəli, çox rastlanırıq. Nə bizim mentalitetə uyğundur, nə o həssas əhali qrupundan olan uşaqlara uyğundur bu münasibət. Amma bir çox valideynlərimiz çox məsuliyyətlidirlər, qayğıkeşdirlər. Bizim uşaqlar da hər bir insanlar kimi xəstələnə də bilirlər, narahat da ola bilirlər və yaxud da sadəcə valideyni arzulaya bilirlər. O halda valideynlə əlaqə saxlayırsan, bu gün əlaqə saxlamaq çox asandır. Bir telefon zəngi ilə, bir görüntü ilə və valideyn anında uşağın yanına yetişir. Bəzən olur ki, məsələn, bizim uşaq hansısa bir yanaşı xəstəliklə yanaşı biz xəstəxanaya yerləşdirdikdə belə uşağın yanında onun ailəsi, bütöv bir ailəsi olduğu halda uşağın yanında bizim əməkdaşlar gedib qalırlar 24 saat. Çünki onların yanında qalmaq, onlara xəstəxanada olduğu dövrdə belə də xidmət lazımdır. Və ailəsi olduğu halda belə onlar müxtəlif bəhanələrlə bundan imtina eləyirlər. Bu halda da biz yenə bu uşaq, bu bizim uşaqdır, ona xidmətin hansı formada, o necə yeyir, o necə yatır, bunu bizim əməkdaşlar bilirlər. Biz onu xəstəxanada digər hansısa bir əməkdaşa, onu tanımayan bir əməkdaşa etibar eləyə bilmirik. Çünki bu müalicə prosesinə, uşağın sağalmasına biraz da ləngidəcək, digər müəssisə əməkdaşlar üçün çətinlik yaradacaq. Onlar onu tanıyana qədər, uşaq var ki, yeməyi əzilmiş formada yeyir, uşaq var nələrsə yemir, yatanda hansısa formada yatızdırılır o. Yəni ona görə buraya kənar şəxsi cəlb etmək olmur. O halda belə bizim əməkdaşlar həmin stasionarlarda uşağımızın yanında qalırlar, ona xidmət göstərirlər. Bəzən, yenə deyirəm, olur ailələr var ki, onlar hər bir halda uşağın yanındadırlar. Bəzən isə heç bizim təkidimiz halda da bu mümkün olmur. Sənəş xanım, onların, belə deyək, bayaq siz qeyd edildiniz ki, onlar gələndə onlar yoxlanılırlar, onlar barəsində aidiyyət mütəxəssislər artıq qərar çıxardılar ki, necə yanaşmaq lazımdır, hardan başlamaq lazımdır və s. Yəqin ki, 50 dərəcələrinin, belə deyək, xəstəlik səviyyələrinin ağırlığından asılı olaraq da müəyyən bir qruplaşdırmalar da həyata keçirilir də, daha yüngül
formada problem yaşayanlar və daha ağır formada problem yaşayanlar və hamısının yanaşma tam fərqlidir, doğrudur mu? Bəli, uşaqlar qrup şəklində yaşayırlar, yaşına, cinsinə görə bölünürlər. Ola bilər ki, bizim uşaqlar deməli, ola bilər ki, o yaşına görə, öz fiziki ölçülərinə görə yaşından geri qalır. O artıq o halda öz yaşıdları ilə, böyüklərlə yox, nisbətən fiziki ölçüləri hansı yaşa uyğundursa, bioloji yaşına yox, fiziki ölçülərinin yaşına görə olan qrupda yaşayır uşaqlarla. Qızlar ayrı olur, oğlanlar ayrı olur. Amma bir müəssisədədirlər, daim mütəxəssislər tərəfindən onlar hər birinə xidmət göstərilir. Düzdür, bəzən elə bir 50-lik dərəcəsi ola bilir ki, biz yalnız məişət xidməti göstərə bilirik. Artıq burada digər məsələlərə cavab vermir də. Bəli, bəli, 50-lik dərəcəsinin ağırlığına görə. Ümumiyyətcə, müəssisəyə uşaq qəbul olunduqdan sonra ilk dövrdə uşaqla bir-birimizi tanıma dövrü, ikimizin də adaptasiya, hər iki tərəfin adaptasiya dövrü başlayır. Adətən nə qədər olur bu? Bu, yaxın 2 həftə, 1 ay müddətində hər bir uşaqda həm 50-lik dərəcəsinə görə, xəstəliyin ağırlığına görə, bir də hərəsinin də özünün fərdi xüsusiyyətləri var. Bu dövr, çünki uşaqlar da 5 yaşdan artıq bu yaşa kimi onlar öz ailələrində yaşayıblar, öz doğmaların ətrafında, artıq bina yaddır, insanlar yaddır, mühit yaddır, onlar üçün bir çətinlik yaranır. Və biz də müşahidələrimizi aparırıq. Bu dövrdə psixoloq, sosial işçi, logoped, mentor, metodist, sadəcə bu uşağı müşahidə edirik. Və bu uşaq hansı bacarıqları var? Bu bacarıqlar ilk 2 həftədə qiymətləndirilir. Bura, yəni hər kiçik bir, onun yeriməsindən, qaşıq tuta bilməsindən, hansısa bir reaksiyalarından, oyun qabiliyyətindən, hər bir xırda onun bacarığı qiymətləndirilir. Və ondan sonra hər bir uşağa fərdi plan hazırlanır. Yəni, bu uşaq əgər sərbəst yeriyirsə, artıq bunun üzərində işləmək lazım deyil. Əgər o şəxsiz gigiyenasını yerinə yetirə bilirsə, sadəcə bunu unutmamağa qoymaq. Çünki bu uşaqlarda, məncə bu elə hər birimizdə var. Hansısa bir adəti biz daimə təkrarlamasaq, bunu unuda bilirik. Ona görə də bu adətlərin, inkişaf eləmiş adətləri unutturmamaq və mövcud olmayanları da inkişaf elətdirmək. Bunun üzərindən uşaqlara fərdi inkişaf planları hazırlanır və mütəxəssislər tərəfindən işlənilir. Aydındır. Bir maraqlı məqam var. Mən sizin müəssisədə olmuşam dəfələrlə və orada onların nə qədər kənardan qonaq gələndə xüsusən belə mehribanlıqla sarılmalarını adam görür və hamısının gözündə bir təbəssüm var. Eyni zamanda o bayaq dediyiniz kimi hamısının gözündə də bəzən istəyirlər ki, onlar kimsə ya valideynlərini görsünlər, ya kənardan kimsə görsünlər, söhbət eləsinlər, ya da ki, onlarla belə deyək, daha çox böyük şəxslərin belə ünsiyyətini istəyirlər, bəzən gəlirlər, söhbət edirlər, özlərinin oyunlarını çəkmək istəyirlər. Bir maraqlı nüans var ki, müəyyən bir yaşa artıq gəlib çatdıqda onların müəssisədən ayrılma vaxtı gəlib çatır yəqin ki. Bu, hər iki tərəf üçün çox çətin və ağır. Ən ağır dövrdür də bu. Bizim üçün də, inanın bizim üçün də. Çünki biz günümüzün çox hissəsini bir yerdə keçiririk. Deməli, uşaqlarla işləyən şəxslər, mentor, metodist, sosial xidmətçi gün aşırı 12 saat davamlı onlarlandır. Biz də hər gün 9-dan 5-ə kimi və daha artıq uşaqların yanındayıq. Biz doğmalaşırıq. Biz onların hər bir xüsusiyyətlərin, keyflərin, nə istədiklərin, niyə bu dəqiqə narahat olduqları və ya sevindiklərin, bunların hamısını biz hiss eləyirik. Və artıq bu məqam gələndə siz müəssisədən ayrılma deyirsiniz. Mən sizə deyim, hətta bizdə uşaqlar böyüdükcə qrup dəyişikliyi ki edirik. Məsələn, uşaq böyüyübsə, onu kiçiklərdən böyüklərə keçirdiriksə, o halda belə ona xidmət göstərən insanlar, bu mənim uşağımdır. Deyirik, başa düşdük, çox sağ ol, sən bugünə kimi ona xidmət göstərmirsən, amma artıq böyüyüb, o qrupun dəyişməlidir. Onlar o qədər o uşaqlara doğmalaşırlar ki, o halda belə sən rahatçılıqla qrupu reform eləyəndə, orada belə onların bir ayrılmaq istəməməyini görürsən. Əslində onun bir uşağı azalır, işi biraz da azalır, işi biraz da bir uşaq da olsa yüngülləşir. Amma o halda belə mənim uşağımı alma, yəni necə deyirlər, sadə dildə danışanda mənim uşağımı aldılar, filan kəsə verdilər. Mən onu bugünə kimi yetişdirmişdim, mən belə bağlanmışdım. Amma bir dəfəlik müəssisədən ayrılanda, inanın biz müəssisə olaraq adətən harasa köçürmə olanda mən həmin avtobusu yola salmıram.
uşaqlarla bir gün əvvəldən görüşürük və həmin günü mütləq müəssisədən uşaqlara əmə gəlirəm ki, hər kəsi gözləri dolub, hər kəs biraz da narazıdır uşaqların getməyindən, amma mən o avtobusu heç vaxt yola salmıram. Neçə sakin var hazırda? Hazırda müəssisədə 152 sakin var. Hamısını adlı tanıyırsınız yəqin. Bəli, bəli, hər kəsin adlı tanıyırıq, hər kəsin ailəsi haqqında, ailənin problemləri haqqında, hər biri haqqında məlumatımız var. Mən görürəm, siz bunları dedikcə gözünüz dolur. Sevinç xanım, bir daha yeni qoşulanlar üçün mən xatırladım. Sevinç xanım bizim Sosial Xidmətlər Agentliyinin bir sayılı 18 yaşında əlil müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin rəhbəridir və burada artıq 150-dən çox uşağa stasionar xidmət göstərilir. Eyni zamanda yarım stasionar formada gün ərzı qayğı mərkəzinin xidməti təşkil olunur və burada valideynlər öz övladlarını gün ərzində müəyyən saatlarda gətirib, sonra evlərinə, axşam evlərinə götürürlər və bu proses valideynlərlə qarşılıqlı iş təşkili baxımından çox vacibdir. Gün ərzə qayğı mərkəzi Pirallahı rayonunda da yerləşir. Pirallahı Bakının ən ucqar rayonudur və oradan valideynin uşağı, əlilliyi olan uşağı gündə, gün aşırı, həftədə bir neçə dəfə şəhərə və yaxud şəhərin hansısa bir nöqtəsinə gətirməsi çox çətinlik yaradır. Ona görə bunu nəzərə alaraq Sosial Xidmətlər Agentliyi bizim nəzdimizdə gün ərzə qayğı mərkəzi yaratdı Pirallahı qəsəbəsində və o 2022-ci ildən bu günə kimi xidmət göstərir və sakinləri, oranın da uşaqların və valideynlərin həmişə deyilir, birdən bura bağlanar, deyirik, yox, narahat olmayın. Uşaqlar da çox bağlanıblar ora, uşaqların valideynləri üçün də bu çox rahatdır. Bu insanlar öz həyatlarını rahat yaşaya bilirlər, işləyə bilirlər, öz şəxsi problemləri ilə məşğul ola bilirlər və axşam da uşaqlarını evə alırlar. Aydındır. Bir də onların sosiallaşması məsələsi var ki, onlar baxmayaraq ki, müəssisədədirlər və sayılar da çoxdur, bir-birləri ilə gün ərzində ünsiyyətdədirlər, amma istənilən halda, belə deyək, müəyyən tədbirlərə cəlb olunmaları, müəyyən öz həmyaşıdları ilə bərabər harasa səfərləri və s. onların həm reabilitasiyası baxımından, həm də ümumiyyətlə daha belə dolğun uşaqlıq yaşamaları baxımından çox vacibdir. Bax, istəyirəm ki, bu ilə bağlı hansı addımlar atırsınız, nə edirsiniz? Biraz bu barədə deyəsiniz. Oldu. Bayaq siz dediniz ki, uşaqlar, bütün evin uşaqları kimi bizim evin uşaqları da qonaqları çox sevirlər. Biz qapalı müəssisəyik. Amma qonaq getməyi də sevirlər. Bəli, bəli, qonaq getməyi də, qəbul etməyi də. Məsələn, biz qonaq gedəndə biz hamımız 150 nəfər birdən gedə bilmərik. Bu mümkün olmur. Amma qonaq gələndə bizim üçün daha sevinçli olur. Çünki biz hamımız orada o qonaqlarla, o hansısa bir sosial layihədimi, biz hamımız müəssisədə bu təşkil olunduqda hamımız iştirak eləyə bilirik. Əksəriyyətimiz iştirak eləyirik. Ona görə də uşaqlar sizi görəndə, qonaqları görəndə çox sevinirlər. Bilirlər ki, bizim gündəlik həyatımızdan, gündəlik ritmimizdən fərqli bir şeylər yaşanacaq. Və ona görə onlar buna hazırdılar. Müəssisədən kənarda da çox layihələrimiz keçirilir. Siz özünüz də iştirak etmişsiniz. Biz dəfələrlə müxtəlif konsert salonlarında uşaqlarımız çıxış ediblər konsert proqramları ilə, hansısa bir səhnə, məsələn, bu il yeni il səhnəsində bir saylı uşaq evinin sakinləri ilə bizim müəssisənin sakinləri inklüziv bir yeni il tamaşası hazırladılar və onu professional şəkildə təqdim etdilər. Hətta gələn qonaqlardan belə inanmadılar ki, Şaxta Baba obrazında olan bu uşaq evinin sakinidir. Düşündülər ki, bu hansısa bir aktyordur. Hər həftə demək olar ki, hər 10 gündən bir biz haradasa bizim müəssisədən kənar bir tədbirimiz olur. Və bunların hamısında da uşaqlar çox həvəslə iştirak edirlər. Biz rayonlara belə gedirik. Alpaka turuna getmişik Şamaxıya, rəsədxanada olmuşuq Şamaxıda. Məsələn, burada hərbi hissələrdə olmuşuq, uşaqlar helikopterə miniblər, onun işə salınmasına, o hərbi hissəni, bəli, aviasiya günü münasibəti ilə bizi dəvət etmişdilər. Yəni ki, müəssisədə və müəssisədən kənar müxtəlif layihələrə cəlb olunurlar. Aydındır. Sevinç xanım, müəssisənin gələcək planları nədən ibarətdir? Və təbii ki, nəzərə alındakı Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsi var və onların əksəriyyəti tam fərqli istiqamətlərdə fəaliyyət göstərirlər.
Amma onlardan ikisi məhz bir saylı və iki saylı sözügedən müəssisə uşaqlarla bağlı fəaliyyət göstərir. Uşaqlarla bağlı gələcəkdə hansı hədəfləriniz var, planlarınız var? Bizim xidmət etdiyimiz sakinlər uşaqlar olduğundan onların gələcəyi ilə bağlı hədəflər, arzular, planlar, bilirsiniz ki, bizim hər birimizin həyatımız uşaqların gələcəyidir. Və buna görə də bizim də planlarımız mütəxəssis sayımızın artırılması, bunun nəticəsində mütəxəssis sayımız artdıqda bizim xidmət səviyyəmizin yüksəlməsi və öz üzərimizdə işləməyimiz, uşaqlara gündəlik xidmət göstərən şəxslərin öz üzərində işləməsi, xidmət səviyyəsinin yüksəldilməsi, bunlar hamısı gəlişi gözəl sözlər deyil, bunlar hamısı arzulardır, bunlar hamısı hədəflərdir və düşünürəm ki, biz bunlara nail olacağıq. Aydındır, çox sağ olun. Minnətdaram gəldiyinizə görə, minnətdaram məlumatlar verdiyinizə görə. Burada müəssisə barədə belə deyək, ənənəvi formada standart məlumatların açıqlamasından daha çox mən düşünürəm ki, bu formada, ən səmimi formada həmin uşaqlara qayğını izah etmək və bu barədə məlumat vermək daha vacibdir, daha önəmlidir. Çox sağ olun bunun üçün. Bugün bizim qonağımız Sosial Xidmətlər Agentliyinin bir saylı 18 yaşına da 50 müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin rəhbəri Sevinç xanım idi, Sevinç Məlikova və Sevinç xanımla biz bu müəssisə barədə müzakirə apardıq. Sevinç xanım burada olan proses barədə bizə məlumat verdi. Növbəti proqramlarda, növbəti qayğı proqramlarında biz digər sahələr üzrə də söz gedən formada söhbətlər təşkil edəcəyik. Odur ki,